Uşaq çimməkdən qorxursa nə etməli? Əvvəla bilməliyik ki, uşağın çimməkdən, sudan qorxması normal, təbii bir qorxu deyil. Uşaq suyun içindən gəlib. Suyu sevməməsi mümkün deyil. Əgər sudan qorxursa, qaçırsa, deməli biz ona nəsə eləmişik. Biz onu sudan qorxutmuşuq. Bu da ən çox necə baş verir? Məsələn, zorla uşağı çimizdirməyə çalışanda, xüsusilə saçını yuyanda, o təmiz olsun deyə qəribə hərəkətlər eləyəndə biz, yəni uşağa görə bunlar qəribə hərəkətlərdir də. Bu zaman bilirsiniz nə olur? Uşaq nəzarəti itirir. Uşaq baxır ki, nəzarət onda deyil, o təşvişə düşür və qorxu əmələ gəlir. Bir də görsən, uşağı tutub atırlar hovuza ki, üzməyi öyrənsin. Elə şey eləməzlər. Bu böyük bir travma əmələ gətirir uşaqda. Və o qədər ağır bir travmadır ki, uşaq təbiətində olan bir şeydən, yəni sudan uzaqlaşmalı olur. Bilirsiniz nə edin? Narahat olmayın, uşaq çirkli qalmaz, uşaq təmiz bir varlıqdır onsuz da. Qoyun onu hamamda, vannada, nədə, özü üçün oynasın, suyla, yəni nə bilim, duşu verilənə nəzarət onda olsun. Uşağın su qorxusu nəzarəti itirmə qorxusudur əslində. O yavaş-yavaş görsə ki, nəzarət ondadır, nə istəsə eləyir, istəsə hətta bağlaya bilir, aça bilir, ona kənardan böyük, yəni ondan daha güclünün müdaxiləsi yoxdur, onun belə bir qorxusu olmayacaq. Ona görə də çalışın, uşağın təmizliyinə nəzarət eləməkdənsə, uşaq suya nəzarət edə bilsin. Bu daha yaxşı bir yoldur.